Herkese salam, kanalıma hoş gəlmisiniz. Bugün sizlerle birlikte 6. sınıf dersliğinden sayfa 121 izah edirəm. Demək, gəlin 29-cu sualdan başlayaq. Koordinat sistemində A ve B nöqtələrini qeyd edin. ABCD fiquru kvadratdır. Neçə fərqli C ve C nöqtələri var? Kvadratın perimetrini və sahəsini tapın. Demək, birinci mən burada koordinat sistemini çəkirəm və daha sonra nöqtələri qeyd edirəm. Deməli, mən burada koordinat sistemlərini çəkdim. Burada A nöqtəsinin koordinatı -4, -2, B nöqtəsində koordinatı -1, -2'dir. Şimdi koordinat sistemində bu nöqtələri yerləşdirək. X-imiz olmalıdır -4, Y-imiz -2, X-imiz -1, Y-imiz -2. Deməli, -4 buradadır, -2 də burada. Deməli, bunları birləşdirsəm 40-40, deməli, beləyək. Aha. Deməli, A nöqtəsi buradadır. B nöqtəsi də -1, -2'dir. Yəni, bax burada. Deməli, burada da bir B nöqtəsi var. Aha. İndi bizə deyir ki, C və D nöqtələrini yerləşdirin. C və D nöqtələri AB, baxın burada AB tərəfinin AB tərəfinin yuxarısında yerləşəcək. Deməli, biz burada birinci AB tərəfinin uzunluğunu tapmalıyıq. AB tərəfinin uzunluğunu tapmaq üçün də B'nin koordinatından A'nın koordinatını çıxıram. Baxıram ki, hər ikisi də Y eynidir, -2'dir. Onda X'lar arasındakı məsafəyə baxıram. -4 və -1 arasındakı məsafə. Baxıram ki, məsafəmiz 3'dür. Biz tapıram, -1'dən çıxıram, -4. -1 üzərinə gəlinsin 4. Bu da olur 3. Deməli, AB bərabərdir 3'ə. Mən də bilirəm ki, kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Onda mən burada C və D'ni yuxarıdan çəkən zaman, yəni yerləşdirən zaman AC'nin də, yəni kvadratımız belə olsun, baxın. Demək, kvadratımızın C və D nöqtələri AB tərəfinin yuxarısında da yerləşə bilər. Deməli, kvadratımız ABCD fiqurudur. Onda A, B, C və daha sonra D yazılacaq. Burada D, burada C ola bilməz. Yaxşı, çünki əgər kvadrat ABCD şəklində verirsə, B'dən sonra C gəlməlidir, B'dən sonra D gəlməməlidir. Ona görə burada C, burada D olmalıdır. Yəni ardıcıl olmalılar. Deməli, baxıram ki, D'nin koordinatı X-ı, yəni D'nin koordinatının X-ı A ilə eynidir. Çünki eyni bir tərəfin üzərindədir. Baxın. Deməli, eyni bir tərəf üzərindədirlər. Onda bunların yalnız Y-ləri fərqlidir. A'nın üzərində D'dir. Və tərəfin də əgər bir tərəfimiz üstdürsə, kvadratın bütün tərəfləri bərabərdir. Ona görə bütün tərəflər 3 olmalıdır. Onda A'dan D'yə qədər məsafəm 3'dür. Yəni, A'nın Y-i neydi bizdə? -2. -2'dən 3 vahid yuxarı qalxıram, gəlir düşür 1'ə. Deməli, D və C'nin Y-i 1'dir. X-ları da eynidir. A və B'nin X-i ilə eynidir. Gəlin, mən qırmızı qələmlə bunu göstərim. Deməli, A'nın X-i -4'dür. D'nin də X-i -4 olur, amma Y-i 1'də olacaq. Bunları qırıq-qırıq buradan göstəririk. Aha. Deməli, D nöqtəsi buradadır. C nöqtəsi də B'nin X-i -1 idi. Onda o da olacaq burada. Bu olacaq D nöqtəsi, bu da olacaq C nöqtəsi. Deməli, bizə deyir ki, onların koordinatlarını yazın. Deməli, D'nin koordinatları olur. X-ı A'nın X-i ilə eynidir. Yəni, -4'dür. -4. Y ise 3 vahid artır. Çünki tərəf 3 cm daha. Deməli, -2'nin üstünə 3 gəldim və 1 alındı. Düzdür, baxın burada 1. Deməli, Y olur 1. C'nin isə X-ı B ilə eynidir, yəni -1'dir. Y ise 3 vahid artırdım, oldu 1. Koordinatlarımız bu şəkildədir. Birinci versiya üçün. İkinci versiya isə, deməli,
Eyni kvadratın AB tərəfinin aşağısında ola bilər DC tərəfi. İndi o necə olacaq? Onu çəkib göstərirəm. Deməli, mən burada şəkli çəkdim. İkinci versiya olaraq belə ola bilər ki, DC tərəfi AB tərəfinin aşağısında yerləşsin. Yenə də koordinatlarımız eynidir. Yenə də C nöqtəsi B'nin aşağısında yerləşir. Yəni B'dən sonra gəlir. Çünki B'dən sonra C təpə nöqtəsi qeyd edilməlidir. Ona görə C sonra D'ni qeyd etdim. Yerlərini qarışdırmaq olmaz. İndi gəlin koordinatlarını təyin edək. Deməli, burada AB tərəfi bilirəm 3'dür. Digər tərəflərin də uzunluğu yenə 3'dür. Düzdür, bunu bilirik. İndi C və D'nin koordinatlarını tapanda yenə D və C'nin x'ları A və B ilə eynidir. Yəni D'nin koordinatının x'i A'nın koordinatının x'i ilə eynidir. A'nın x'i -4'dür, D'nin də x'i -4'dür. C'nin də x'i B ilə eynidir. B'nin x'i -1'dir, C'nin də x'i -1 olacaq. İndi y-ləri tapanda baxıram ki, 3 vahid bu səfər aşağı düşürəm. Y -2 idi. -2-dən 3 vahid aşağı düşəndə -3, -4, bir də -5 gəlir burada. -5 də qeyd edirəm. -5. Deməli, D və C nöqtələrinin y-i -5'dir. Koordinatlarımı tapdım. İndi gəlin koordinat sistemində qeyd edək. Deməli, -5'də düşəcək. Bir təxminən buradadır, digəri də buradadır. Bu olsun D nöqtəmiz, bu da olsun C nöqtəmiz. Deməli uşaqlar, biz koordinatların hər birini göstərdik. 2 versiya mümkündür. C və D nöqtələrinin koordinatlarını tapdıq. İndi bizə deyir ki, kvadratın perimetri və sahəsini tapın. Kvadratın bütün tərəfləri bir-birinə bərabər olduğu üçün perimetri 4 vurulsun A düsturu ilə hesablanır. Yəni 4 vurulsun tərəfimizdə 3'dür. 4 vur 3, 12'dir. Sahəsi isə tərəfin kvadratı düsturu ilə hesablanır. Tərəfimiz 3'dür. 3'ün kvadratı da yəni 3 vurulsun 3'ə bərabərdir. Bu da olur 9. İndi isə baxırıq 30-cu suala. Düzbucaqlı koordinat sistemində OABC və DEFC kongruent düzbucaqlar təsvir olunub. Kongruent bərabər deməkdir. Yəni tərəflərin uzunluqları eynidir. Daha sonra B nöqtəsinin koordinatları 3, 5 olarsa D və Y nöqtələrinin koordinatlarını tapın. Deməli, B'nin koordinatı 3, 5'dir. 3, 5. Deməli, B'nin x'i 3'dür. Yəni, absisin koordinatı 3'dür. C nöqtəsi də onda 3'də yerləşir. Ordinatı isə 5'dir. Aha. İndi fikirləşin. Bu 0, 0'dır koordinat başlanğıcı. 0'dan 3'ə qədər OC, yəni düzbucaqlının eni olduğu 3 vahid. Düzdür? 3 və 0'ın fərqidir də 2 nöqtə arasındakı məsafə. İndi OA tərəfinə baxın. Bu da düzbucaqlının uzunluğudur. O'dan A nöqtəsinə qədər 0'dan 5'ə. 5'dən 0 çıxıram. Uzunluğum olur 5 vahid. Deməli, OABC düzbucaqlısının eni 3'dür, uzunluq 5'dir. Yazaq bura. En 3'dür, uzunluq 5'dir. Onda eyni qaydada DEFC düzbucaqlısının da tərəfləri 3 və 5 olmalıdır. Çünki kongruent deyilir burada, baxın. Deməli, burada DC də onda 3 vahiddir, YF də 3 vahiddir, CF uzunluqdur 5 vahid, DY 5 vahid olmalıdır. Məndən də D və Y-nin koordinatını istəyir. İndi D'nin koordinatlarına fikir versəm. D nöqtəsinin koordinatları. Aha. D'nin birinci baxıram X-ına. D'nin X-i baxıram ki, neçəymiş? 3'üymüş. Deməli, absisimiz oldu 3. İndi Y-ni axtarıram, düzdür. Y neçədir? Bunu tapmaq lazımdır. Normalda A'nın Y 5'dir. Amma D'ni bilmirəm də neçədir. Fikir versəz. DC uzunluqdur. Uzunluğum tapmışam ki, DC uzunluğum 3 vahiddir, düzdür. 0'dan gəlib 3'ə. Yəni, bura üstdürsə, burada üstdür. 0'dan 3'ə. Deməli, bunun ordinatı 3'dür. Deməli, D nöqtəsinin həm absisi 3'dür, həm də ordinatı 3'dür. Bu yazdığım 5 sizi çaşdırmasın. O 5 o A'nın uzunluğudur. Bir dəqiqə, aha. Bu yazdığım 5
bütün OA'ya aiddir ki, OA 5'dir. Amma burada CD 3'dür. CD 3 olduğu üçün bax bu hissə ordinatımız olur 3. Daha sonra indi y'nin koordinatlarına baxıram. Y nöqtəsinin birinci x-ini tapmaq lazımdır. Y'nin x-i gəlir düşür bura. F'in x-i ilə eynidir. İndi O'dan C'yə qədər olan məsafəm 3 idi. C'dən F'ə qədər olan məsafəm 5. 3 və 5-in cəmi 8-dir. Deməli 0-dan 8-ə. F'in x-i 8-dir. Y'nin də x 10 olmalıdır. 8. Qaldı bizdə ordinat, yəni y-ni tapmaq. Y də burada elə görünür. N-in neçədir? 3'dür. 0-dan 3'ə gəlib. Yəni D ilə eynidir ordinat. 0-dan 3'ə gəlib. Ordinatımız da olur 3 olur. 31-ci suala baxırıq. A və B nöqtələri absis oxuna nəzərən, B və C nöqtələri isə ordinat oxuna nəzərən simmetrikdir. A nöqtəsinin koordinatları 2, 1 olarsa, C'nin koordinatlarını tapın deyir. A-nın koordinatları 2, 1. Gəlin birinci tapaq B nöqtəsini. A və B nöqtəsi absisə nəzərən simmetrikdir. Onda absislər eyni qalır. Yəni 2 B'də də 2 olaraq qalır. Amma y-in koordinatı, yəni 1 əksinə dəyişir, olur -1. Deyir ki, B və C nöqtələri isə ordinata nəzərən simmetrikdir. Onda B və C-nin, deməli B-nin koordinatı da 2, -1. B və C-nin ordinatı, yəni -1 olduğu kimi qalır. Amma x-i əksinə dəyişir. 2-nin əksi nədir? -2. C-nin koordinatları -2, -1 olacaq. Bizə deyir ki, AB və CD parçalarını çəkin və kəsişmə nöqtəsinin koordinatlarını tapın. Mən burada AB və CD-ni çəkmişəm. Deməli, burada kəsişmə nöqtəmiz hər hansı bir olsun O nöqtəsi. İndi onun koordinatlarını tapmaq lazımdır. Baxıram ki, aşağı düşəndə görürəm ki, O nöqtəsinin x-i 4'dür. Deməli, kəsişmə nöqtəsinin koordinatlarının absisi, yəni x-i 4'dür. İndi y-ni tapmalıyam. Y-ni tapmaq üçün də burada gəlirəm ki, y-imiz də 3'dür. Yəni ordinatımız da 3'dür. Deməli, kəsişmə nöqtəmizin koordinatları 4, 3 nöqtəsidir. Daha sonra isə bizə deyir ki, koordinat oxları ilə, yəni y oxu və x oxu ilə bu parçaların kəsişməsindən alınan düzbucaqlının perimetrini və sahəsini tapan. Deməli, söhbət gedir, baxın, bax bu düzbucaqlıdan. Düzbucaqlının perimetri və sahəsini istəyir. Deməli, tərəflərimiz 0-dan 4'ə. Deməli, uzunluğumuz oldu 4. Enimiz də baxıram ki 0-dan 3'ə. Yəni enimiz də 3. Tərəflərimiz oldu 3 və 4. İndi isə perimetrimiz bərabərdir 2 vurulsun. En və uzunluğun cəmi 3 üzərinə gəlinsin 4. Yəni 2 vurulsun 7. Bu da olacaq 14. Sahəmiz isə bərabərdir en və uzunluğun hasilinə. 3 vurulsun 4. Bu da bərabərdir 12'yə. 33-cü suala baxırıq. Deyir ki, təpə nöqtələri müxtəlif rüblərdə olan ABCD kvadratının perimetri 20 vahidə bərabər olarsa, boş xanalara uyğun koordinatlar müəyyən edin. Deməli, kvadratın perimetri 4 vurulsun tərəfin uzunluğu ilə hesablanır. Yəni 4 vurulsun A ilə hesablanır. Bu da bizdə bərabərdir 20'yə. Deməli, mən 4 yazdım səhvən. Bu da bərabərdir 20'yə. İndi mən buradan tərəfin uzunluğunu tapacağım. A bərabərdir 20 bölünsün 4. Yəni 5. Deməli, kvadratın tərəfinin uzunluğu 5 vahiddir. Aha. Tərəfin uzunluğu 5 vahiddir. İndi gəlin biz burada koordinat sistemini çəkək və təpə nöqtələrinin koordinatlarını göstərək. Deməli, mən koordinat sistemini çəkdim. İndi isə gəlin digər təpə nöqtələrini qeyd edək. Tərəfimiz 5 olduğu üçün, yəni 5 vahidə bərabər olduğu üçün, indi burada A-nın x-i -3'dür. -3'dən 5 vahid 1, 2, 3, 4, 5. 5 vahid sağa gələndə görürəm ki, x-i 2'yə düşür. Yəni biz buradan deməli qırıq-qırıq göstərsək, aha. Bizim təpə nöqtəmizin biri 2, 4 nöqtəsindədir. Daha sonra elə baxıram ki, burada B-nin x-i 2'dir. 2, 4. Deməli, bu elə bizim B nöqtəmizdir. Daha sonra digər təpə nöqtələrini tapmalıyam.
İndi isə A-dan 5 vahid aşağı düşürəm. Deməli, 1, 2, 3, 4, 5. Mənfi 1'ə düşür, düzdür? Deməli, burada qırıq-qırıq gətirirəm, mənfi 1'ə düşür. Burada olacaq bizim bir digər nöqtəmiz. İndi bu C nöqtəsidir, yoxsa D nöqtəsi desəz, bayaq demişdim. Deməli, A, B, C, D. Yəni, bunlar ardıcıl getməlidir. Deməli, A-nın aşağısında yerləşən D nöqtəsidir. Deməli, digər də olacaq C nöqtəsi. Yenə qırıq-qırıq birləşdiririk burada. Bu da olacaq C nöqtəsi. Bizdən istəyir boş xanlara uyğun qiymətləri yazın. Deməli, C nöqtəsinin koordinatları oldu. X-ı 2'dir, Y-i mənfi 1'dir. 2, mənfi 1. Daha sonra D nöqtəsinin koordinatları X-ı mənfi 3'dür. Mənfi 3, Y-i də mənfi 1'dir. Burada indi deyə bilərsiniz ki, D və C təpə nöqtələrini A və B-nin yuxarısında da göstərə bilərik. Amma burada olmaz. Niyə görə olmaz? Çünki bizə deyir ki, təpə nöqtələr müxtəlif rüblərdə yerləşir. Yəni, əgər mən D və C-ni AB tərəfinin yuxarısında götürsəm, onda A, B, C, D 4 təpə nöqtəsinin 4'ü də birinci və ikinci rüblərdə yerləşmiş olacaq. Amma mənə deyir ki, müxtəlif rüblərdə yerləşsin. Yəni, 3-cü və 4-cü rüblərdə də bu yerləşməlidir. 3-cü rüb və 4-cü rüblədə olmalıdır. Ona görə burada yalnız bir versiya mümkündür. D və C təpə nöqtələri AB tərəfinin aşağısında olmalıdır. İndi isə baxırıq 34-cü suala. Deyir ki, təpə nöqtələri ABC olan üçbucağı koordinat sistemində çəkin. Bu üçbucağın yerini elə dəyişin ki, A nöqtəsi koordinat başlanğıcına düşsün. A nöqtəsinin koordinatı bizdə necədir uşaqlar? Mənfi 2, mənfi 3. Amma deyir ki, yerini elə dəyişin ki, A-nın koordinatı koordinat başlanğıcında olsun, yəni 0, 0 olsun. Deməli, mən mənfi 2'nin üzərinə 2 əlavə etmişəm ki, gəlib 0 olubdur. Mənfi 3'ün üzərinə 3 əlavə etmişəm ki, gəlib 0 olub, düzdür? Deməli, bizə verilən B və C-nin də yenə BC nöqtələrinin üzərinə də 2, 3 üzərinə əlavə etmək lazımdır. Yəni, B-nin koordinatı 1, 4'dürsə, biz burada deməli üstəgəl 2, üstəgəl 3 kimi götürürük. Deməli, 1'in üzərinə 2 əlavə edirəm. Olur 3 nöqtəsi. Deməli, B-nin üzərinə. Deməli, 1'in üstünə 2 gəldim, oldu 3. 4'ün üstünə 3 gəlirəm, olur 7. C-nin koordinatları bizdə 5, mənfi 1 idi. İndi yenə üzərinə 2 əlavə edirəm, üzərinə 3 əlavə edirəm. C-nin koordinatları olacaq 5 üstəgəl 2, yəni 7, mənfi 1 üstəgəl 3. Bu da olur 2. Daha sonra burada artıq siz şəkil çəkəndə də köhnə qiymətlər solda yazdıqlarımdır, yeni qiymətlər isə sağda yazdıqlarımdır. Bu səfər koordinat sistemində çəkməyəcəm mən. Yəni siz özünüz yenə bayaqdan mənim yazdığım kimi koordinat sistemində həmin nöqtələrə uyğun nöqtələri birləşdirəcəksiniz. 35-ci suala baxırıq. Deyir ki, sinifdəki 30 şagirddən 18 nəfər Qubaya, 14 nəfər isə Şuşaya gedib. Deməli, Qubaya gedib 18 nəfər, Şuşaya isə gedib 14 nəfər. 5 nəfər isə bu şəhərlərin heç birinə getməyib. Onda 30 şagird var idi. 5 nəfər çıxıram, 25 nəfər qalır. Yəni 25 nəfər şəhərlərə gedib. Qubaya və Şuşaya gedib. Deməli, neçə nəfər həm Qubaya, həm də Şuşaya gedib. Hər ikisinə gedənlər baxın buradadır. Buna mən bilmirəm də nədir, məndən soruşulur. Bilmədiyim şeydə X deyirəm, bilmirəm çünki nədir. Onda yalnız Qubaya gedən, baxın bu hissəni deyirəm. Ümumi Qubaya gedən 18 nəfər idi. Hər ikisinə gedən X-dırsa, burada qaldı nə qədər? 18 çıx X qədər, düzdür? İndi Şuşaya gedən 14 nəfər var. Həm Şuşa, həm Quba X-dırsa, yalnız Şuşaya gedən 14 çıxılsın X qalacaq. Və bunların cəmi bizdə şəhərlərə gedən şagirdlərin sayına bərabərdir. Yəni 25'ə. Yazıram ki, 18 çıx X üzərinə gəlinsin. Hər ikisinə gedən, yəni X üzərinə gəlinsin. Yalnız Şuşaya gedən 14 çıx X. Bu da bərabərdir 25'ə. Mənfi X, müsbət X islah gedir. 32 çıx X 25'dir. X da bərabərdir 7'yə. 36-cı sual. M çoxluğunun elementlərindən 2'yə bölünənlər çoxluğu A ilə verilibdir. Deməli,
A çoxluğu bərabərdir. 2-yə bölünənlər, yəni cüt ədədlərdir. 2, 4, 6, 8, 10, 12, 14. Bu gedir 28 daxil olmaqla. 26, 28. Daha sonra 3'ə bölünənlər çoxluğu isə B ilə verilib. 3'ə bölünənlər 3, 6, 9, 12, 15 və gedir 21, 24, 27. Elə bunu yazmışkən tam yazaq da 18 qaldı bir dənə burada. Aha. Daha sonra bize deyir ki, verilən çoxluqların elementlərini Euler-Venn diaqramında göstərin və sayını tapın. Deməli, A və B'nin birləşməsi. Gəlin buradan yazaq. A və B'nin birləşməsi. Bərabər, deməli, burada artıq çox olacaq biraz sayca, amma yenə də yazaq. 2, sonra 3, 4, 6, 8, 9, 10, 12, 14. Bütün cüt ədədlər olmalıdır və 3'ə bölünənləri yazmalıyıq. Deməli 12, 14, 3'ə bölünən 15 qaldı burada. Sonra cüt ədədlərdən 16, 18, 19'u yazmırıq. 20, 21 3'ə bölünür, yazıram. 22 cüt ədəddir, yazırıq. 23 3'ə bölünmür, 24'ü yazıram. 25 3'ə bölünmür, 26'nı yazıram. 27 3'ə bölünür və 28. Bu oldu bizdə A və B çoxluqlarının birləşməsi. Daha sonra A və B çoxluqlarının kəsişməsini istəyir. A və B'nin kəsişməsi çoxluğunu yazmaq üçün həm A çoxluğu, həm də B çoxluğunda olan elementləri yazmalıyam. Yəni həm cüt ədəd olmalıdır, həm də 3'ə bölünən olmalıdır. Yəni 6'ya bölünənləri götürürəm. Fikir verin. 6 burada həm A çoxluğunda var, həm B çoxluğunda. Daha sonra 12 həm A'da var, həm B'də var. Daha sonra burada əslində yazılmayıb, amma bilirsiniz ki, cüt ədədlərin içində 18 məsələn. Həm A çoxluğunda var, həm B çoxluğunda. Yəni 6'ya bölünənləri yazıram. 6, 12, 18, 24. Bizdə qaldı burada A fərq B və B fərq A-nı tapmaq. A fərq B çoxluğu. Aha. Bu deməkdir ki, A çoxluğunda olsun, B'də olmasın. Yəni A çoxluğundan B'dəki elementləri çıxıram. Deməli 2, 4, 6 və s. gedir 28 daxil olmaqla. Burada mən B'də olan elementlər hansıdır? 6'ya bölünənlər. Yəni 6'ya bölünənləri mən burada yazmayacağım. Belə olacaq. 2, 4, 6'nı yazmıram. 8, 10, 12'ni yazmıram. Çünki 12 B çoxluğunda da var. 14, 16, 18 B çoxluğunda var. Yazmıram. 20, 22, 24 B çoxluğunda var. Yazmıram. 26 və 28. Daha sonra burada əslində çap səhvidir. Bu B fərq A olmalıdır. B fərq A-nı yaza bilərik. B fərq A-da B'də olsun, A-da olmasın. Yəni B çoxluğundan A-nı çıxıram. Yenə də eyni qaydada hər ikisində olan, yəni 6'ya bölünənləri yazmayacağıq. Burada da deməli 3, 9, 15, 18 var, yazmıram. 21, 24 var, yazmıram. Bir də 27. İndi bunu Euler-Venn diaqramında da göstərmək olar. Deməli, bizə saniyə burada. Deməli, burada A fərq B çoxluğundakı elementlər hansılardır? 2, 4, 8, 2, 4, 8, 10, 14, 16, daha sonra 20, 22, 26 və 28. B fərq A çoxluğunda, yəni B'də olsun, A'da olmasın. 3, 9, 15, 21, 27. Hər ikisində olan isə deməli 6, 12, 18 və 24. Bu tapşırıqda bu şəkildə yekunlaşdı. 37-ci sual. A və B çoxluqları üçün A C çoxluğunun C B çoxluğunun ad çoxluğu olarsa, yəni bu şərti ödəyən neçə fərqli C çoxluğu var? Bu çoxluqların elementlərini yazın. Deməli, birinci növbədə A çoxluğu C'nin alt çoxluğudur. Yəni A'nın bütün elementləri C'yə aiddir. Onda A, B, C. Elə bu 3 elementdən ibarət bir C çoxluğu mümkündür.
Daha sonra biz C çoxluğunu başqa belə də yaza bilərik ki, deməli A, B və C elementlərindən ibarət olsun. İndi deyir ki, C çoxluğu B-nin alt çoxluğudur. Yəni C-nin bütün elementləri B-yə daxildir. Məsələn, A, B, C-dən başqa B çoxluğunda D və Y var. Onda mən bura bir dənə D əlavə edə bilərəm. Deməli, C çoxluğu, yəni A, B, C və D elementləri B-yə daxil olduğu üçün C B-nin alt çoxluğudur. Bu şərtdə ödəndi. Bunu başqa formada belə də yazmaq olar. A, B, C-ni saxlayıram. İndi D-nin əvəzinə Y yazıram. Yenə də 4 elementin 4'ü də B-yə aiddir. Deməli, C, B-nin alt çoxluğu şərti yenə də ödənir. Bir də C bərabər A, B, C həm D-ni yazıram, həm də Y-ni yazıram. Baxıram ki, buradakı A, B, C, D və Y 5 elementin 5'i də B çoxluğunda var. Yəni yenə də C B-nin alt çoxluğudur, həmçinin A da C-nin alt çoxluğudur. Bu iki şərtin ikisi də ödəndi. Deməli, bizə deyir neçə fərqli C çoxluğu var, neçə fərqli C çoxluğu var, 4 fərqli C çoxluğu var. 2-ci suala baxıram, deyir ki, şəklə əsasən X və Y-i tapın. Deməli, A bəndində AM tənböləndir. Tənbölən neydir? Bucağı yarı bölür. Yəni, AM bucaq A-nı yarı bölüb. 43 dərəcə, 43 dərəcə kimi bölüb. 43 dərəcə. Məndən istəyir X və Y. Deməli, bura 120 dərəcə düzdür. Onda bunun qonşu bucağı olacaq 60 dərəcə. Səbəb nədir desəz, bir düz xətt üzərindəki iki bucağın cəmi 180 dərəcə olmalıdır. Yəni, bu 120 və M bucağı AMC qonşu bucaqlardır. Qonşu bucaqların cəmi 180 olmalıdır. Və həmçinin biz bilirik ki, üst bucağın daxil bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Baxıram burada 3 bucaq A, B, M3 bucağına. Bucaqlarımız 43 dərəcə, 120 dərəcə və X-dir. Bu bucaqların cəmi, yəni belə yazaq, 43 üstəgəl 120 üstəgəl X bərabər olmalıdır 180 dərəcəyə. Buradan da hesablayıram ki, 163 üstəgəl X bərabər 180 dərəcə alınır. Onda X da bərabərdir 180 çıx 163, yəni 17 dərəcə olacaq. İndi davam edirəm eyni qaydada Y-i tapmaq üçün. İndi isə baxıram 3 bucaq A, M, C3 bucağını. Yenə daxili bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Bucaqlarımız 43 dərəcə, Y bir də 60 dərəcədir. Yazıram ki, 43 dərəcə üzərinə gəl, Y üzərinə gəl 60 dərəcə bərabərdir 180 dərəcəyə. Burada 43 və 60-ın cəmi 103 dərəcədir. 103 üstə gəl, Y bərabərdir 180 dərəcəyə. Y də bərabərdir 180 dərəcə çıx 103 dərəcə. Buradan Y bərabərdir 77 dərəcə. İndi isə baxıram B bəndinə. Burada tənbölən falan bizə verilməyibdir. Birinci növbədə ABC 3 bucağına baxırıq. 3 bucaq A, B, C. Daxili bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Yəni bizim bucaqlarımız 75'dir. Sonra A təpəsində 60 dərəcə verilib, bir də C təpəsində Y verilibdir. Bunların cəmi, yəni 75 üzərinə gəlinsin, 60 üzərinə gəlinsin, Y bərabər olmalıdır 180 dərəcəyə. 135 üstəgəl Y 180 olmalıdır. Y bərabər 180 çıx 135, yəni 45 dərəcə. Daha sonra isə biz buradan tapmalıyıq X-i. İndi X-ni tapacağım. 100 dərəcə verilib. Bu 100'ün qonşu bucağı, bayaq dedim, cəmi 180 olmalıdır. Deməli, bura 80 dərəcədir. 80 və 100'ün cəmi 180 olur çünki. İndi üst bucaq MCN-ə baxıram. Üst bucaq MCN-in daxili bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Y-i tapmışam, artıq Y məlumdur, yəni 45 dərəcədir. X üstə gəl 45, üstə gəl 80 dərəcə. Bərabər 180 dərəcəyə. X üstə gəlinsin 125 dərəcə, 180 dərəcə olmalıdır. X bərabərdir 180 çıx 125 dərəcə. Bu da olacaq 55 dərəcə.
39-cu suala baxırıq. Deyir ki, alıcının 100 manat pulu var. O, qiyməti A manat olan B sayda kitab aldı. Alıcının qalan pulunu göstərən ifadəni yazın. A və B-nin verilmiş qiymətlərində alıcının qalan pulunu hesablayın. Deməli, birinci baxıram A bəndinə. A bəndində bizə A-nın qiymətini 8 verib, B-nin də 3 verib. Yəni, qiyməti A manat, yəni 8 manat olan 3 kitabı aldı. Bir kitabın qiyməti nə qədərdir? Bir kitabın qiyməti 8 manatdır. Bir kitaba 8 manat ödəyir. Onda 3 kitaba neçə manat ödəyər? X yazıram. İndi tənasüb necə əldə edirik? Bir çarpaz vururuq, düzdür? 1 vurulsun X bərabər 3 vur 8. Buradan da X bərabər 24 manat. Deməli, burada alıcı 24 manat ödəyir, düzdür? Bir də deyir ki, qalan pulunu hesablayın. Özünün 100 manat pulu var idi. 100-dən çıxıram 24 manat, 76 manat qalır. İndi B bəndinə baxıram. B bəndində deməli qiyməti 10 olacaq artıq burada. Qiyməti 10 manat olan 4 kitab alıb. Deməli, bir kitabın qiyməti 10 manatdır. Onda 4 kitaba X manat ödəyəcək. Buradan yenə 1 vur X bərabər 4 vurulsun 10. X da bərabərdir 40 manata. Deməli, burada alıcı 40 manat ödəyir. 100 manatı var idi, 40 manat ödədi. 60 manat pulu qaldı. C bəndinə baxıram. Bir kitabın qiyməti burada 12 manatdır. 6 kitab alır. 6 kitabın qiymətini tapmalıyım. Buna da 1 X yazıram. 1 vurulsun X bərabər 6 vurulsun 12. Bu da olur 72. Burada artıq biz xərclədiyi pul tapdıq. Yəni alıcı 72 manat ödədi. Qalan pulumuz da olacaq 100 manat çıxılsın 72. 28 manat pulu qalır. Və nəhayət D bəndinə baxıram. Bir kitabın qiyməti 20 manatdır. 5 dənə kitab alır. X manat ödəyir. İndi X da bərabərdir 5 vur 20'ye, yəni 100 manata. İndi burada fikir versəz, alıcı 100 manat ödəyir. 100 manatı var idi. 100 manat ödədi. 100 manatdan çıxıram 100 manatı 0. Yəni artıq pulu qalmır. Bu da belə. Bu günlük bu qədər uşaqlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Bu cür videoların davamının gəlməyini istəyirsinizsə kanala abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.